Gedək birinci sualdan. Yazır ki, 40 simvoldan ibarət olan mətnin yaddaşda 25 bayt yer tutur. Və 40 dənə simvol var. Hərsi neçəsə bit yer tutub. Toplamda 25 bayt yer eləyib. Haydi oldu 40 simvol hərəsi neçəsə bit yer tutanda toplam 25 bayt yer olur. Buranı da bitə gətirməliyəm ki, yəni bu tərəf bitsə, burada bit də olsun da. Bu nə edir məndə? 40x bərabərdir 200. X də bərabərdir 5. Yəni bir simvol əlifbada 5 bit yer tutur. Bizdən də əlifbanı istədik üçün olacaq 2 üstü 5 simvollu əlifba. Yəni 32 simvollu əlifba olacaq C variantı. Davam edir. Əgər hansısa sualda qaranlıq olan bir məqam olarsa, xəbər edin, təkrar baxaq. Keçək ikinci suala. ABCD hərfləri uyğun olaraq bu simvollara kodlaşdırılıb. BACD simvolları arası bu qayda kodlaşdırılıb 16 say sistemində yazılarsa. Biz nə edirik? Bax ABCD, bax A budur, B bu, C bu, D bu. BASD sırasından düşsək, və bu B'dir, o olacaq 0-1, sonra olacaq 0-0, sonra 1-0, sonra da 1-1. Fikir verdiniz, dediği sırayla A, B, C, D idi. Bizə deyib BASD sırasından düz. Bunu düzdük. Sonra da 16'lıq say sistemi çeviririk. Yəni axırdan əvvələ 8-4-2-1 qaydasından yazsaq bu formada. 8-4-2-1. Gördüğünüz kimi burada bir dənə 4 var. Burada 8, 2 və 1 var. Yəni 11. 11 deyəcək B. Olacaq 4B 16'lıq say sistemi. Yəqin ki, aydındır. Sual varsa deyə bilərsiniz. Davam edək üçüncü sualla. Burada gördüğünüz kimi fərqli say sistemləri verib. Onluq say sistemi nəticəni istəyir bizdən. Biz bunların hamısını çevirməliyik onluq say sisteminə. Və 101 ədədini və bu ədədi belə bir şey eləyəcəyik. Hamısının indeksinə, daha doğrusu üstlərinə hər birinin 0, 1, 2 yazırıq. 0, 1, 2 yazdıq. Bu nə deməkdir? 1 vurulsun 2'nin kvadratı. Yəni 2'nin kvadratı. Üstə gəlsin 0 vur nəsə. 0 yazmırıq. 1 vur 2 üstü 0. Belə. Bu da nə deməkdir? 4 plus 1 deməkdir. Yəni 5 alındı birinci ədəddən. İkinciyə baxsam 6, A8, 16'lıq say sistemində. Bunu onluğa çevirsəm, üstə yazıram 0, 1, 2. Bu nə deməkdir? 6 vur 16'nın kvadratı. Yəni 6 vur 256 deyək. Üstə gəlsin, A vur 16 üstü 1. Yəni 10 vur 16 üstü 1. Üstə gəl 8 vur 16 üstü 0. Bunu da yazanda nə alınır? 6'nın 256'ya vuranda deyəcək 1536. Üstə gəlsin. 160 buradadır. Üstə gəlsin 8 də buradadır. Bu da neçə eləyər? 1600, 1704 deyəcək də səhv eləmirəmsə. Toplayış sayca belə bir ifadə alındı. Üçüncüyü toplayanda 231, 231, 8'li say sistemindədir. Yəni üstünə 0, 1, 2 yazıram. Bu deyir 2 vur 8'in kvadratı. Yəni 2 vur 64. Üstə gəlsin 3 vur 8 üstü 1. Yəni 3 vur 8. Üstə gəlsin 1 vur 8 üstü 0. Yəni 8 üstü 0 1 deməkdir. Yəni 1 qalır burada. Bu da 128. Bu da 24. Yəni 152. Bu da 1. Eləcək 153. İndi biz nə etməliyik? 5, 1704 və 153 toplamalıyıq. Görə açıq sualdır yoxsa testdir? Hə. Yəni bunu da toplayanda nə alınar? 1800. 1860. Hə, neçə alındınız? 1862. Bəli. Hə, 1862. Aydın oldu yəqin ki, hər kəsə söhbətindən gedir. Say sistemləri çevirdik və topladıq. Davam edək. Kiməsə qaranlıq qalan sual olsa, mütləq şəkildə xəbər edeyim, baxaq. Mən bir şey soruşa bilərəm. Buyurun, əlbəttə. 0-2-1 qaydası həmişə uyğun gəlir bunlara. Həmişə o qaydanı getmək lazımdır. Bəli, bəli. İstənilən say sistemindən onluq say sisteminə keçirmək üçün axırdan əvvələ 0, 1, 2 yazıb çevirirsiniz. Yəni, çox sağ olun. Buyurun. Davam edək dördüncü sualına. İnformasiyanın 8 bitli kodlaşma standartı hansıdır? ASCII standartı təbii ki, A variantı. Çaşdırmaq üçün bəzən testləri belə bir şeylər də deyə bilər. Götür A, C, S, I yazır. Yəni hər söhbətinə diqqət yetirin. İndi bu yəni yaxşıdır ki, C variantına verir. Bir də görürsən kimsə götür A variantına verir səhv variantı. Yəni onu götürəndən sonra da bizə güzəşdirəmirlər ki, yəni bir hərflə dəyişmiş yerini. Yəni bu da belə bir çaşdırmalar da var, xəbəriniz olsun.
Sonra növbəti sual belə bir ifadədir. Deyir ki, bu neçə bayt yer tutur? Biz testlərdə görmüşdük ki, bəzən dırnaqları sayılır, bəzən sayılmır. Burada nə edirik? Başlayıb sayırıq. Bax, 1, 2, 3, 4, 5, 6, 7, 8, bu da 7, 15, bu da 1, 16. Düzdürmü? 16 simvol eləyir. Heç bir şey də deməyən də bir simvol bir baytdır. O da 16 simvol 16 bayt. Yəni B variantı. Müəllim, bizə deməyəndə də ulduzları götürməliyik də. Ulduzu həmişə götürməliyik. Qoşa dırnaq aşağıları götürüb götürməmə söhbət ola bilər. Desəydi ki, məsəl üçün qoşa dırnaq aşağı nəzərə alınmır, onda almamalıydıq. Normalda alırıq. Amma Hə, yenə də yəni alınmamaq olanda özü bildirir. bəli, bəli, alınmamalı. Amma bəzən o qədər, belə deyim, nə deyirlər, qayda halına düşüb ki, bəzən testdə görürsünüz ki, saymayan variantı verirlər. Məsəl üçün, deyək ki, burada qoşa dırnaq olardı. Belə nə demək istəyirəm? Qoşa dırnaq olardı. Bu niyə yazmadı? Hə, belə bir şey. Burada normal cavab 14 bayt olmalıdır da, 16 bayt olmalıdır dırnaqlarla bir yerdə. Amma nə baş verir? Heç 16-nı qoymurlar, cavab 14 qoyulur. Sən artıq bilirsən ki, o dırnağın nəzərə alınmama formasını istəyirlər Tamam bizdən. müəllim. Salam. Başa düşdük yəqin söhbət nədir? Sual varsa buyura bilərsiniz. Bəli, bəli, təşəkkürlər. Tamam. Altıncı sualda nə yazır? Səhifə sətr simvol sadəcə Unicode olduğu üçün 2 vur səhifə sətr simvol. Yazıram 2 vurulsun. Yəni Unicode'u yaddan çıxartmırıq. 16 sətirdirsə 2 üstü 4-ə vururam. 32 simvol olsa 2 üstü 5-ə vururam. Səhifə sayı nədir bilmirəm. Bərabər 360 kilobayta. Bu da 360-ı bayta çevirməliyim 2 üstü 10-a vurmaqla. Biz gördük 2 üstü 10 buradadır, 2 üstü 10 da buradadır. Bunlar getdi. Qısa bərabər 360 C variantı. Bu formada bir cavab alınır. Davam eləyək 7-ci sualla. Bir dəfə də izah edə bilərsiniz. Mən onu e, kimi yazdım? 512 plus 16 plus 1 ona uyğun edib mən tapdım. 6-cı sualı. Yoxsa 7-ci 7-ni? sual. Ha, qaçdım üzr istəyirəm. 7-yə bax 6-ya. Xeyr. Ehtiyac yoxdur sağ olun. Tamam 7-yə bax o zaman. Burada nədir? 529 ədədini 2 sistemdə yazırsan, sıfırların sayı, birlərin sayı neçə vahid çoxdur. 529-u biz yaza bilərik 512, üstə gəlsin 16, üstə gəl 1 kimi, düzdür? Bizə görə ki, burada baxın 1, 2, 3 dənə 1 var. 3 dənə 1. İkinci bir tərəfdən biz demişdik ki, 529 kiçikdir 1024-dən. Yəni 2 üstə 10-dan. 2 üstə 10-dan kiçikdirsə, bu ədəddə 10 dənə rəqəm olmalıdır. 10 dənə rəqəm. Bu 10 rəqəmin 3-ü 1-dən ibarətsə, demək 7-si 0 qalır da burada. 3 dənə 1 var, 7-dən 0. Neçə vahid çoxdur? 7-dən çıxaram 3-ü. Eləcək 4 vahid çox. Başa düşdük, da belə də yaza bilərdik. 512 2 üstü 9 deyil. 16 2 üstü 4 o, birisi 2 üstü 0-dır. Deyəlim ki, 9-cu qüvvətim var. Belə bir şeylə deyək. Yadınıza yazırdıq. Dedik 3 dənə 1 var. Bax 3 dənə qüvvət olduğu üçün. 3 dənə 1 var. Bir də demişdik ki, ədəddəki ən böyük qüvvət nədirsə, ondan bir dənə çox rəqəm olur ədəddə. Yəni 10 rəqəm, 3 də 1-cə, yəni 7-si 0 qalır. Yəni fərqli variantlarla cavabı gəlib çıxa bilərsiniz. Davam eləyək. Əgər qaranlıq qalan bir şey varsa deyin. Getdik növbəti suala. Bu ədədin 16 sayı sistemi yazılışı nəyə bərabər olur? Bunu sadəcə çevirirsiniz. Yəni onluq sayı sisteminə keçirib oradan 16-lığa bölə bilərsiniz. Və daha rahat variantda nə edə bilərik? Gəl belə bir şey yoxlayaq. 2-liyə keçirib oradan 16-lığa getməyi yoxlayaq. Bunu da 2-liyə keçirmək üçün biz belə bir şey edə bilərik. Biraz tənbəl variantı gedək daha. Yazırım 7 vur. Bax 8 üstü 3 nə yazarım? 2 üstü 3 üstü 3 də. 7 vur 2 üstü 9 yazıram. Sonra yazıram 2 vurulsun. Bu yazarım 2 vurulsun. Bax 8 üstü 2 nə yazarım? 2 üstü 3 üstü 2. Yəni 2 üstü 6 düzdür? 2 üstü 6 bir dənə də 2 əvvəldədir. 2 üstü 7. Üstə gəlsin 5 vurulsun. 2 üstü 3. Bunu yazdıq. İndi alınan ifadəni mən çevirməyim 16-lıq sayı sisteminə. 16-lığa çevirəndə nə baş verəcək? Bax 2 üstü 9-u yaza bilərəm də 2 üstü 4 üstü 2 kimi. Burada da qaldı 2. 7 vur 2 deyir 14. 14-ü nə yazıram? Y yazıram. Başa düşdüyün nə demək istəyirəm? Bax 2 üstü 9 yazdım. 2 üstü 4 üstü 2. 2 üstü 8 elədi. Bir dənə 2 çatmır. O 2-ni atdım əvvəldə. 7 vur 2 qaldı.
14 də Y-dir. Yəni Y ilə başlayan bir cavab olmalıdır. Zaten buradan cavabı tapmışam artıq. Keçsək ikinci hissəyə. Üstə gəlsin. 2 üstü 7-ni yazıram. 2 üstü 4 üstü 1 kimi. Və əvvəldə də 2 üstü 3 çatmır. Atırıq bu hissəyə onu. 8 oldu burada. Nə yetirdik biz, belə bir şey baş verdi. Y8 üstə gəlsin. Bunu da yazaram. Əslində bir söhbət nədir? Ben burada 8 üstü 0 6 qaydasını olmalı alıp idi müəllim. 0 vurulsun 8 üstü 0. Hansı hissə? Hə, 0,8 sıfırda var, düzləşir. 0 gəlməlidir axıra. Hə, düzləşir. 0,8 sıfırda olmalıdır. Çünki o itir də burada. Yəni, bura bu düşür. Bu hissə də isə biz nə edə 2 bilərik? üstü 6 olmalı deyil müəllim orada. 2 üstü 6 olmalıdırsa, əvvəldə də bir dənə 2 var. Ona görə 2 üstü 7 yazdım. O belə deyildi. 2 üstü 3 üstü 2, 2 üstü 6 eləyir. Bir dənə də bu var axı. Ona görə 2 üstü 7 yazdım. Başa düşdük? Bəli, başa düşdüm. Bir dəfə də izləyə bilərsiniz. Müəllim, mən bir dənə 0 vurulsun 8 üstü 0-ı anlamadım. Bu heç nə yoxdur. Yəni, sıfırıncı qüvvət olmadığı üçün gəldim sıfırı. Bunu heç yazmaya da bilərik. Buna ehtiyac yoxdur. Heç bu çaşdırmasın sizi. Sadəcə məsələ bir nədir? Burada A olması üçün belə bir şey deyə bilərik də biz. Burada. Qüvvətlər sadəcə birləşib ona görə. Burada problem odur ki, axırıncı hissədə maksimum 15 vur 16 üstü 0 olmalıdır da. Amma bizdə böyle, gəl o bir şey yoluna gedək ən yaxşısı. Sən bununla gedib biraz sadə olsun, burada ilişmə ehtimalı var. Gəl ən yaxşısı bunu çeviririk. Onluğa, onluqdan qaydırıq. Onluğa çevir. Yani yol mənim ikiliyə keçib sonra 16-lığa keçmək deyil. Mən daha elə sürətli işlədim. Belə bu yolla. Yox, mən belə yoxdur. İkiliyə keçdim mən. Deməli 7250 yazdım. 7250-ni ikiliyə keçirtdim. Hə, Dördüncü qayda. hə, o da düz Dördüncü super. O da qəşəng variantdır. Bax, mən bunu yazaram 8-liyə ayrılışdı, düzdürmü? 8-likdə. Yəni 7, 2, 5 və 0 kimi yazdım 8-likdə. Düzdür? 8-də mən bu ədədi gətirirəm 2-liyə, 2-dən 16-lığa gedirəm. 2-liyə yəni 4-2-1 qaydasıdır. 4-2-1. Baxın 7-ni yazıram 4-ün 2-nin 1-in cəmi kimi, düzdür? Bunu yazdıq. Ondan sonra 2-ni yazıram 0-10 kimi. Demişdik. Yəni nəyin cəmi, yəni nə varsa onun cəmini götürürük də. 2 ancaq 2-nin cəmidir. 5-i yazıram 4 ilə 1-in cəmi kimi. 0 da yazıram 3 ilə 0 kimi. Bunu yazandan sonra bu halını belə bir ifadə. 1 1 1 bir dəqiqə. 1 1 1 aldıq. Sonra bunu aldım 0 1 0 1 0 1 0 0 0 belə yazdıq. Və axırdan əvvəldə 4 4 ayıraraq bu formada. 8 4 2 1 yazsaq, burada da 14, yəni 7. Burada 8 4 2 1 yazsaq, görürsünüz 8 ilə 2 var 10. Böyləcə A. Burada 8 4 2 1 yazsa bir dənə 8 var. Necə 8? Y A 8. Aydındır? Belə bir ifadə. Bayaqki olan da aslında alınardı. Sadəcə nəyəsə qaçdıq, onu biraz fikirləşib tapmaq lazımdır. 9-cu sual. 9-cu sual nə deyir? Burada cavabı səhv vermişdim. Cavabı Müəllim, normalda biz 8 4 2 1 yazmırdıq. 8-dən 2-yə 4 2 1-dir. 2-dən 16-a 8 4 2 1-dir. Aha, oldu. Çox sağ olun. Buyurun. Demək, mağazada bu qədər sayda printer var və biz gətirib bu ədədi onluğa çevirək əvvəlcə. Onluğa çevirsən bu olacaq 0, 1, 2, 3, 4, 5, 6 və 7 formasında. Yəni ki, bizdə 1 vur 2 üstü 7 var. 2 üstü 7 yəni. Üstə gəlsin 1 vur 2 üstü 4 var. Üstə gəlsin 1 vur 2 üstü 3 var. Və 1 vur 2 üstü 0 var. Yəni bu formada. Burada nə alınır? Görüş 128, bu da 16, 144, 152, bu da 1. 153 dənə printer satışa çıxarılıb. Bu printerin 3/1 satılıb. 3/1 satılıb, demək 51 satılıb da. 153-ün 3/1 51 eləyir. 51-i satılıb. Satılmamış printerlərin sayı nə qədər olar?
Yəni 153-ün 51 gəlibsə 102-si qalıb. Yəni B variantı cavabımız. Müəllim, amma cavab A variantı çıxıb. Yox, yox, B'dir. Sadəcə orada çaşmışdım. Hə, onda Aydın oldu. düzdür. Davam edək. Bu növbəti suala baxırıq. Burada nədən söhbət gedir? Bu yenə fərqli say sistemləridir. Bunlar üzərində əməliyyat aparmalıyıq. Təbii ki, yəni fərqli say sistemləri üzərində eyni zamanda əməliyyat aparıla bilməz. Biz də bilirik ki, vurma bölmə metodları daha əvvəl icra olunur. Yəni ən birinci bu hissəni yerinə yetirək, buradan bura kimi olan hissəni. Ondan sonra gedək sıra ilə başdan digərlərini yerinə yetirək. Dedim ki, bax bu 14-dür bilirik ki. Bunu mən 0, 1, 2 yazsam, bu nə deməkdir? Bax 1 vur 2-nin kvadratı, yəni 4. 1 vur 2 üstü 1, 2-dir. Bu da 1 vur 2 üstü 0, 1-dir. Yəni bu üçü 4, 2, 1 elədi. Bu deyir 7. Demək 14-ü 7-yə böləndə 2 eləyəcək. 2 vurulsun, bu da 2-dir. Onsuz da 10-luqda, yəni 10-luqda veribdir zaten. Eləyəcək 4. Yəni burada alındı 4. İndi bura nə eləsək? Üstə 0, 1, 2, 3 yazanda gördüyünüz kimi 1 vur 2 üstü 3 alınır. Yəni 8. O birisi 0-dır, baxmırıq. 8 üstə gəlir 4, elədi 12. 12-dən çıxarım 3-ü. Onsuz da 10-luqda toxunmuruq buna. Cavab olur 9 C variantı. Sual olsa deyə bilərsiniz. Deməm, axır nəticənin birinci hissədə nə aldınız cavabı? Burada 8 aldıq. Bu mötərizənin ümumi içindən 4 aldıq. 8 üstə gəlir 4, 12. 12-dən çıxarım 3-ü 9. Hə, başa düşdüm. Tamam. Onluq say sistemi 421 əldir. Yaddaşda nə qədər yer tutur? Onluq say sistemindədir və mən bunu yazaram. 4 üstü 21 yazaram 2 üstü 2 üstü 21 kimi. Bu da bizə verəcək 2 üstü 42. Biz də demişdik ki, onluq say sistemində verilmiş ədəd 2-nin hansı qüvvətindən kiçikdirsə, yəni hansı ki bizdə 2 üstü 42 kiçikdir 2 üstü 43-dən. Üstündəki rəqəm qədər, ədəd qədər bit yer tutur. 43 bit, yəni oldu B variantı. Yadınızda sual demişdi, dərs vaxtı 32 nə qədər yer tutur? Orada çox adam 5 bit demişdi. Əslində 5 yox, 6 bitdir. 2 üstü 5-dir, o da 2 üstü 6-dan kiçikdir. Ona görə Yəni 6. bir də deyə bilərsiniz. Bax, 2 üstü 42 aldıq da buradan, düzdürmü? Onluq Bəli. sayəsində ədədin yaddaş həcmi necə tapılır? Baxırıq ki, hansı qüvvətindən kiçikdir? 2 üstü 42 kiçikdir 2 üstü 43-dən, yəni 43 bit yer tutur. Və yaxud da belə də eləyə bilərsiniz. 2 üstü 42 1 dənə 1 42 dənə 0 demək deyil. 43 rəqəmlər də alınır da ikilikdə. 43 rəqəmdə 43 bit deməkdir onsuz da. Ha, başa düşdüm. Aydın. Təşəkkürlər. Buyurun. Bax bu suala. Kitabın bir vərəqi 30 kilobayt informasiya tutur. Sonra deyir ki, sürəti 5120 simvol böl saniyə olan printerdə. Heç bir şey deməyəndə bir simvol 1 baytdır. 5120 simvolda, yəni görürsünüz ki, yəni 5120 bayt evdə. Bunu 1024-ə bölərəm ki, kilobayta gətirim. Mən görürəm ki, saniyədə 5 kilobayt tutan bir printerim var. 4 dəqiqə vərəqləyirsə, və 4 dəqiqəmiz 240 saniyədir. Bunun hərəsində 5 kilobayt ötürdüyünə görə, eləcə toplam 1200 kilobayt ötürülmə. 1200 kilobayt ötürür və bir vərəqdə 30 kilobaytdır. Demək yazıram ki, 30 kilobayt bir vərəqdirsə, 1200 kilobayt neçə vərəqdir? 1200 də böləcəm 30-a, bu da neçə eləyəcək? 120 bölü 3, yəni 40. Aydın 40 vərəq çapdan çıxır. Bir daha deyirəm, 5120 simvol, heç bir şey deməyəndə bir simvol 1 baytdır. Yəni bu necə 5 kilobayt. 5 kilobayt informasiya ötürülür saniyədə. 4 dəqiqədən qədər ötürülür 1200 kilobayt. Çünki 4 dəqiqəmiz 240 saniyədir. Hər saniyədə 5 kilobayt ötürüldüyünə görə 1200 kilobayt verir o bizə. 1200 kilobayt bir vərəq 30 kilobayt olduğuna görə 1200 bölürüm 30-a. Yəni 40 vərəq ümumi çapdan çıxır. Varsa sual deyə bilərsiniz. Mənim heç nə verilməyəndə onda byte kimi qəbul edirik bu simvolun ölçüsünü. Bəli, bəli, heç bir şey deməyəndə bir simvol 1 baytdır. Oldu. Çox Hər- sağ olun. Hər niyə dəqiqəni yox, saniyə tapdıq bəs? Çünki bax burada yazır ki, saniyədə 520 bayt ötürür, düzdürmü? Saniyədə Hə. bunu da saniyə çevirib elə bilərsiniz. Bunu da dəqiqəyə çevirib elə, amma bunu dəqiqəyə çevirmək biraz çətindir də. Saniyədə 5 Bilmərəm. kilobaytdır. Dedim sağ ol. Buyurun. Biz yəni çalışırıq ki, maksimum daha böyük ədədlərdən birisinizə
Daha rahat işlə biləcəyimiz ədədləri gətirək də ona görə. 13-cü sual. Yazır ki, 512 simvollu bir əlifba var. Bu əlifba ilə yığılmış mətn. Bax 512 simvollu əlifba deyirsə, bu 2 üstü 9 deməkdir. Yəni hər simvolun 9 biti yer tutur. Bu mətn 2048 simvoldan ibarətdir. Yəni 211 sayda simvoldan ibarətdir. Toplam simvol sayını deyir. Və 16 dənə belə mətn var. Buna vurdum 2 üstü 4-ə. Yaddaşda nə qədər yer tutar? Gördüyünüz kimi nə ilə istədiyini demir. Yəni bit, bayt, kilobayt nə ilə istədiyini demir. Amma variantlara baxsam görürəm ki, kilobaytlar var və megabaytlar var. Biz ki, əvvəlcə bunu kilobayta gətirək. Bitdəyəm, çünki 9 bitə vurmuşdum. Kilobayta gətirəndə böləcəm 213-ə. Nə gördük? 215 bölü 213 qaldı 2-nin kvadratı, yəni 4. 9 da 4-ə vuranda eləcək 36 kilobayt. Olacaq B variantı. Nəsə varsa qaranlıqlarını deyə bilərsiniz. Keçək növbəti suala. 14-cü sual. Bizə deyir ki, aşağıdakı məlumatda verilmiş və baytlarla kodlaşdırılmış eyni simvolların sayını tapın. Demişdik ki, belə suallarda axırdan əvvəl 8-8 bölürsünüz. Baxın, bir dənə buradan keçdi, 8-lik. Birsə 8-8-dən bölür. Çünki baytlarla kodlaşdırılmış deyir. Bir baytımız 8 bitdir. 8 dənə bitdi, 8 dənə 0-1 deməkdir. Yəni ona görə mən bunu 8-8 böldüm. Bir dənə 8-i buradan ki. İndi bunların hərəsinə bir ad verməliyəm. Gəlirəm deyirəm buna bir də A olsun bunun adı. Baxıram ki, burada fərqli bir şeydir. Bu 1 ilə başlayır, bu 0 ilə başlayır. Bu olsun B. Buna baxıram ki, 111, 01, 010. 111, 01, 010 eyni şeydir. Bunu da A deyirəm. 111, 01, 110. Bu 010 yox, 110'dur. Bu olsun bir C. 111, 01, 010 görsə o birislərinin eynidir. Və bunları yazan sonra eyni simvol neçə dənədir? 3 dənədir. Aydın oldu. Neçə müxtəlif simvol desəydi, deyərdim 3 dənə A, B, C. Neçə təkrarlanmayan simvol desə, deyərdim B, C 2 dənədir. Ümumiyyətlə, neçə simvol desəydi, 5 dənə simvoldur. Aydın oldu, 5 simvoldur. Neçə müxtəlif simvol desə, 3 dənə idi A, B, C. Neçə eyni simvol desə, yenə 3 dənədir. Təkrarlanmayan simvol dediyində B ilə C 2 dənə olardı. Davam edək növbəti sualla. Terabaytın 16'da 1 hissəsindən ibarət məlumat neçə kilobaytdır? Terabaytdan kilobayta gəldiyimiz üçün o yaddaş baytlarını yada salırıq. Bit, bayt, kilobayt, megabayt, gigabayt və terabayt. Bu formada gəldik. Terabaytdan gəlirik kilobayta. Baxın 10, 20, 30. Dedik 230. 16'da 1 deyəndə vuracam 16'da 1'ə. Yəni 16 2 üstü 4 olardı. Amma məxrəcdə olduğu üçün 2 üstü mənfi 4 kimi yazıram. Buna vuranda eləcə 2 üstü 26. Yəni B variantı. Sual olan varsa buyura bilər. Yoxdursa keçək növbəti suala. Demək, bu sualda cavabda 354 olmaydı, 344 gedib. Yazır ki, 2 dənə səhifə var. Birinci səhifədəki informasiya ikincidən 2 dəfə çoxdur. Yəni birinci səhifədə 2x-dırsa, ikincidə x-dir. İkisi bir yerdə birləşir, 531 bayt əmələ gətirir. Yazıram 2x plus x bərabərdir 531. Bu da nə deməkdir? 3x bərabərdir 531. X də eləyəcək, deməncə 177 eləyir. X deyil 177. X ikinci səhifədir. Bizdən birinci səhifəni istədiyi üçün birinci səhifə onun 2 dəfə çox olar. 177-dən vuracam 2-yə. Bunu da vuranda 354 deyir əslində. 354. Yəni testdə düzgün variantı yox idi. Sadəcə 354 alındı. Deyirəm, belə bir cavab almışdıq. Davam edək növbəti sualla. 17. 1 bayt nə deməkdir? 1 bayt 8 dənə bit deməkdir. Bizə demişdik ki, hər bit 0 və ya 1 deməkdir. Binary digit sözündən gəlir. Yəni elə bir variant axtarırıq ki, burada 8 dənə 0-1 olsun. Görürsünüz? B deyir ki, 8 ədəd 0-ın və vahidin ixtiyarı ardıcıllığı. Bundan söhbət gedir. 8 dənə 0-1 birləşəndə bir dənə bayt əmələ gətirir. 18-ci sual işləyirik. 18-də nə yazır? Tələbələr haqqında hazırlanmış bir məlumat cədvəli var. Bu məlumat cədvəlində, yəni baxın nə deyir burada, listədir üstünü yazıb. Bu məlumat cədvəlində hər tələbə haqqında məlumat 2048 simvoldan ibarətdir. Sonra 4096-da tələbə var. Yəni 212 sayda tələbə var.
Hərəsində 211 baytı var və Unicode-dadır. Bildik, 4096 tələbənin hərəsinin 2048 simvolu var. Birisi Unicode-dadır. Alınmış bu ifadəni biz megabaytla müqayisə edəcəyik. Amma gəlib başdan bölək, yəni keçək megabayta. Bunu megabayta geçən nə alınır? Baxın, 224 yuxarıdadır, 220 də aşağıdadır. Necə 16 megabayt? Və bizə dedik ki, 16 megabaytı yerləşdirmək üçün neçə ədəd 2 megabayta disk lazımdır? Böyləcə 8 dənə. Sual varsa kimdəsə buyura bilər. Biz baytdan megabayta keçdik müəllim. Bəli, 4096 tələbənin hərəsinin 2048 simvolu var. Bunları bir-birinə vuranda ümumi simvolların sayını tapmış oluruq. Unicode olduğu üçün 2-yə vururam ki, hər simvol 2 baytdır. Orada neçəsə bayt aldım. Baytdan megabayta keçmək üçün böldüm 220-yə. Bunu da böləndən sonra 16 megabayt çıxır. 16 megabayt da neçə dənə 2 megabaytlıq disk lazımdır? 8 dənə götürürük. Sual varsa buyura bilərsiniz. Müəllim, bayaqki sual, 17-ci sual haqqında bir sualım var. Buyurun. Biz həmişə byte nə deməkdir soruşanda orada 0 və yaxud da 1 ilə əlaqəli bir cavab axtarmalıyıq da. Bəli, 8 dənə 0-dan 8 dənə birə kimi bütün vəziyyətlər toplam 208 sayda vəziyyət yaradır. Yəni byte da bu deməkdir. 0 və 1-in birləşməsi sadəcə. Aydın oldu. Buyurun. 19-cu sual bax. 16-lıq say sisteminin ən böyük və ən kiçik elementləri birlikdə nə qədər yer tutur? 16-lıq 2/4 deməkdir. Yəni hər simvolumuz 4 bit yer tutur. Və ən böyük simvol F-dir, ən kiçik simvol 0-dır. Bu da 4 bit yer tutur, bu da 4 bit yer tutur. İkisi də bir yerdə tutacaq 8 bit yer və ya da 1 byte yer. Doğru cavab C variantı. Baxaq növbəti suala. Mənim onu bir də izahləyə bilərik. Tamam. 16-lıq say sistemində deməmişdik, hər simvol 4 bit yer tutur. 2/4-də 16 simvol əlifbadır. Hər simvol 4 bit. Ən böyük simvolun altından F-dir. Yəni 4 bit yer tutur. Ən kiçik simvol 0-dır. Bu da 4 bit yer tutur. Yəni bu da 4 bit, bu da 4 bit. Elədi 8 bit, düzdür? Və də 8 bit nəyə bərabərdir? 1 byte. Bildim mənim, çox sağ olun. Buyurun. Bəs onluq say sistemində 6 idi. Necə? 8-li say sistemi idi. 6 bit idi. Cavab. Demək 8-lik, hə, 6 bit, bəli. Təşəkkürlər. 3-dür, hərəsi 3 bitdən. bəs onluq say sistemində niyə belə fərqlənir? Bir dəyərin nə qədər uç tutduğu? O birilər 2-nin qüvvətidir də, yəni 2-yə gətirmək 3 dənə ilə 4 dənə ifadə olunur. Onluqda siz artıq 2-nin hansı qüvvətindən kiçikdir ona baxmalısınız ya da 2-yə gətirib rəqəmləri saymalısınız. Onun qüvvət deyildi, orada fərqliliklər olur. Olsun. Bir də nəyə diqqət yetirin? Ola bilər ki, sizə hər hansı ədəd versin. Məsəl üçün yaza bilər ki, 9 ədədi onluqda nə qədər yer tutur? 9 deməyək də, məsəl üçün 5 olsun. 5 ədədi 8-də nə qədər yer tutur? Və ya onluqda nə qədər yer tutur? Siz bunu əslində 5 də sərf eləmədi, yaxşı misal demədim. 2 ədədi olsun. 2 ədədi onluqda olsun, bir də 8-likdə olsun. Bunun nə qədər yer tutuğunu tapmaq üçün siz baxmalısınız nəyə? 8-də bu onsuz da 3 bit yer tutur. Onluqda isə tutacaq 2 bit yer. Demək, baxmalıyıq ki, ədəd 2-nin hansı qüvvətindən kiçikdir onluqda. Yəni, sizə deyirsilər ki, misalda verilmiş x ədədi məsəl üçün onluq say sisteminə nə qədər yer tutur, siz onluğun qaydasına getməlisiniz. 8-də nə qədər yer tutur, 8-in qaydasına getməlisiniz. Çünki məsələn 1 ədədi, yəni 2-likdə 1 bit yer tutur, 8-likdə 3 bit, 16-lıqda 4 bit yer tutur. Ona görə hansı say sistemi deyirsə, həmin say sistemi görə məsələni eləməlisiniz. 8-lik olsa bəli 6 bit tutacaqdı. Doğru cavabdır da. Bəs gəldik 20-ci sonuncu suala bu sınaqda. Deyir ki, faiz sıxışdırıldıqda 20% həcmi azalır, yəni 80% qalır. Yazır 1024 simvollu əlifbada. Biz bilirik ki, 1024 simvollu 2/10 deməkdir. Yəni bu əlifbada hər simvolum 10 bit yer tutur. 32 simvol və 40 səhifə var. 32 simvol yazacağım 2/5 kimi. 40 səhifəni də yazacağım 8 vurulsun 5 kimi. Və bir daha deyirəm, 1024 simvollu əlifba 2/10 deməkdir. Yəni hər simvol 10 bit yer tutacaq. 32 simvolum var, yazdım 2/5. 40 səhifəm var, 40-ı yazdım 8 vur 5. Artıq səhifə, demək sətrim var.
simvolum var, səhifəm var. Ha, bir də 48 sətri də qalıb vurmaq. Bir də 48 sətri də vurmalıyım. Yəni 16 vur 3-ə. Aydın oldu. 1024 simvolu 2 üstü 10'da 10 bitə vurdum. 48 sətir deyir, 48 yazdım belə. 32 simvol deyir, yazdım. Daha doğrusu burada 40 səhifəni yazdım belə, 8 vur 5. 32'ni də yazdım, 2 üstü 5. Və bir də məsələ nəyə baxaq? 20% azalır. Normalda bir şey 20% azalırsa bunun 80% qalır. 80%. Yəni gəl bunu 80-ə vuraq 100-ə bölək. 80%-in qaldığı üçün. Və bir də əlavə olaraq 213-ə bölərəm. Çünki mən bitlə cavab tapmışam. Yəni ən azı kilobayta gəlməliyəm. Variantlara da baxsaq ya kilobaytdır ya megabaytdır. İndi bunu ixtisar etsə olsam, baxın 100-də 2-dən 0 var. Buradakı 1 0, burada 1 0 getdi sıfırlar. Yəni bu 100 getdi bütövlükdə buradan. 213-ə baxsaq, baxın 4 3 7, bu da 5 212. Bu da 213. Burada qaldı bir dənə 2. 2 ilə 8-i ixtisar etsəm, burada qaldı 4. 4'ü vurarım 5'e 20. 20'ni de 3'e vuranda ezi 60 kilobayt. Aydın oldu. 1024 simvol əlifba 10 bitdi. Yazdım 10 bit. 32 simvol 2 üstü 5'dir. 40 səhifə 8 vur 5'dir. 48 sətirdə 16 vur 3'dür. Bunları vurdum bir-birinə. 20% sıxılanda 80% qaldığı üçün 80'ə vurdum 100'ə böldüm. Və əlavə olaraq da 213'ə bölürəm bitdən kilobayta gətirmək üçün. Yəni burada vurduq böldük cavab gördüyünüz kimi 60 alındı. Müəllim, bir dənə sual verə bilərəm. Buyurun əlbəttə. Burada 12-ci sualda biz niyə 1024-ə böldük 5120-ni? 12-ci sual. Çünki bax, burada yazır ki 5120 simvol var, düzdür? Mən baxıram ki, məsələnin bu tərəfi baytdadır. Elə bil ki, simvol olmasın, bayt olsun. Sayədə 5120 bayt ötürən bir dənə printerim var. Bu tərəfdə kilobaytdadır. Düzdür? Eyni vahidə gətirməyim ki, onları vurub bölə bilim də. Buna əvəzi kilobayta çevirdim, 5 kilobayt elədi. Hə, 200 onunla. Bəli, Hə, bəli. bildim. Eyni vahidə gətirdim, Çox sağ ol. bax, bu da artıq bölə bilərəm. Buyurun. Bu sınaqla bağlı heç kimin belə başa düşdüyüm ki, artıq heç bir sıxıntısı qalmadı. Keçək digər sınağa. Burada görək nə problemlərimiz var. Deməli, gəl bir dənə çıxaq yenidən qoşulaq. Yəni ortada qırmasın Zoom. Eyni linkdə bir daha zəhmət olsun. Yenidən qoşulun, davam edək. Oldu müəllim. Burada görək nələr baş verir. Demək, bu ədəd yaddaşdan neçə bit yer tutur? Biz demişdik ki, onluq say sistemi. Heç nə yazmadan onluq say sistemi qəbul olunur da. Onluq say sistemindəki ədəd 2-nin hansı qüvvətindən kiçikdirsə, üstdəki rəqəm qədər bit yer tutur. Bizə baxırıq ki, ədəddən 1 çıxmısan. Bax, 232-dən 1 çıxırsansa, demək bu ədədin hazırda 232-dən kiçikdir də. Düzdürmü? Düzdür, 33-dən 34-dən də kiçikdir, o başqa məsələ. Amma ən balaca bundan kiçikdir. Yəni olacaq 32 bit B variantı. Qaranlıq qalanırsa varsa deyə bilərsiniz. Müəllim, bəs çıxaq 1 yazmasaydı və ya plus 1 yazmasaydı, yazsaydı A variantı götürəcəkdik. Onda bəli, artıq sonraki qüvvətdən kiçik olur. Yəni 232 desəydi A variantı yazacaqdıq. Bəli, bəli, A variantı yazardı onu. Çünki 232 233-dən kiçikdir. Başa düşdüm. Onluqda olduğunu hardan bilir? Heç nə deməyən də onluq say sistemi qəbul olunur. Və də mətnlərdə asqı qəbul olunur. Burada da onluq say sistemi qəbul olunur. Standart belə hesab. Müəllim 2 üstü 32 üstə gəl 1 və yaxud da başqa rəqəm də ola bilər. Ola bilər. Orada 233-dən kiçik olacaq da. Yəni 232-nin üstünə mən nə gəlsəm də 233-dən kiçiyəm. Bir dənə 232-nin üstünə 232 gəlsəm, artıq bu 233 edir də. 234-dən kiçik olur. Amma qalan istənilən bir ədəd, yəni burada sizin üçün gəlib 256 üstü 4 neçə eləyir? Yəni milyonlar, milyardlar səviyyədə bir şey verməyəcək üçün, yəni 3-dən 5-dən verir. Bu da heç vaxt gəlib 233-ə satmaz. Bir demək istəyirəm. Hesablamadım. Aydın olmadı? Mən 232-ni 33 bit yer tutur deyə götürmüşəm. Biri də 200-0, o da 1 bit. 33-dən 1-i çıxmışam. Elə tapmaq olar. Yo, o formada yox. Bax, belə bir şey deyim də sizə. Balaca bir ədədlə məntiqini deyim, tam tuta bilək. Bunu mən yazsaydım 2 üstü 4 çıxılsın 1. 2 üstü 4 çıxılsın 1 mənə verir, 16 çıx 1, 15 edir, düzdür?
15 də 16-dan kiçikdir, yəni 2 üstü 4-dən. Görürsünüz 4 bit eləyir. Və də 2 üstü 5 çıx 1 mənə nə verir? 32 çıx 1 31 verir də. 31 nədən kiçikdir? 32-dən, yəni 2 üstü 5-dən. Bu məntiqlə baxsaq 2 üstü 32-dən 1 çıxıramsa, ədəddən 1 çıxıramsa özündən kiçik olmalıdır da. Yəni 2 üstü 32-dən 1 çıxanda kiçik olur 2 üstü 32-dən. Yəni ki 32 bit eləyir. Aydın oldu, onluqdakı qaydamız nə idi? Ədəd 2-nin hansı qüvvətindən kiçiksə, həmin qədər bit yer tutur. Bu qaydanın Aydındır müəllim. buyurun. Ancaq onluğa aiddir. Hə, yəni onluqda demişdik ki, ədəd 2-nin hansı qüvvətindən kiçiksə, həmin bit qədər. 2-lik, 8-lik, 16-lıqda isə, yəni 8 2 üstü 3-dür, hərəsi 3 bit. 16 2 üstü 4-dür, hərəsi 4 bit. Bu məntiqlə gəlirdik. Davam edək ikinci sualla. Yazır ki, 14 simvoldan ibarət 98 bitlik bir mətn var və 14 simvoldan ibarət 98 bitdir. İndi yazıram ki, 14 simvol 98 bitdisə, bir simvol nə qədərdir? Bunu axtarıram. Buradan da x-i tapsam, x nəyə bərabərdir? 1 vurulsun 98 bölünsün 14. Bu da 7 bit. Yəni bir simvolum 7 bit yer tutur. Bu da məndən soruşur ki, bu hansı əlifbada kodlaşdırılıb? Və əgər bir simvol hər hansı bit yer tutursa, əlifbadakı simvol sayı 2 üstü 7 olur da, yəni. Deməmişdik, 32 simvol əlifbada hərəsi 5 bitdir. Bu dəfə tərsinə deyirik. Hərəsi 7 bit yer tutursa, əlifbada 2 üstü 7 sayda simvollar. Yəni 128 dənə simvol. A variantı. Müəllim, birincidə 232-ni biz nə bildik ki, onluqdur. Heç nə deməyəndə standart olaraq onluq qəbul olunur həmişə. Heç nə, yəni mətnlərdə ASCII qəbul olunur, ədədlərdə də onluq. Al müəllim. Davam edək. Kompüterin daimi yaddaşlarına saxlanılır. Demişdik ki, ROM-da, yəni daimi yaddaşda 3 dənə şey saxlanılır. BIOS var, testləşdirmə və diaqnostika proqramları. Olacaq D variantı. Bu işdən sadəcə diqqətlə oxuyun, yəni texniki təminat. Bu sualı kompüterlə birləşdirilmiş çap qurucusu arasında mübadiləni hansı qrup aparır? Yəni çap qurucusu dediyimiz printerdən söhbət gedir də. COM portuna demişdik mouse'la modem qoşulur. Bu variant çıxdı sıradan. LPT okey doğru cavabdır, amma daha doğru cavablar axtarırıq. Com mouse modem bu variant çıxdı buradan. Burada da com var, bu da getdi. D variantda fikir versək doğrudur. Yəni USB universal portdur, bura hər şey qoşulur. LPT-də printer skanner qoşulur. Yəni B variantı doğrudur, amma D variantı ondan da daha əhatəli cavab olduğu üçün belə bir yanaşmadan istifadə olunur. Yəni real imtahanda da belə bir suallarla bəzən rastlaşa bilirsiniz. Ən əhatəli cavab nədirsə onu götürmək. Yazır ki, bu qurğu video adapter adlanan qurğunun dərsi altında işləyir. Təbii ki, bu monitordur. Yəni video adapter görüntünü vermək üçün istifadə olunan bir qurğudur. Görüntü üçün, yəni monitor üçün mühümdür video adapter. CDR nədir? CDR recordable deməkdir. Compact disc recordable deməkdir. Yəni bunu yaza bilirsiniz, amma qaytarıb silə bilmirsiniz. Yazılıb pozulmayan optik disk. Amma RV olsaydı deyərdik ki, yazılıb pozula bilən disk. 7-ci sual bərabərliklərdən neçəsi doğrudur? Burada deyir ki, 5 bit 2 byte 16 bit edir. 5 bit 16 bitdən kiçikdirmi? Kiçikdir, bu doğrudur. Burada baxıram, yazır ki 8 MB 1 GB-dən böyükdür. Tamamilə səhvdir bu. 1 GB 1024 MB böyük ola bilməz. 220 byte megabayta çevirsəm 1 MB edir. 220 bölü 220. 1 MB 1 MB-dən kiçikdirmi? Yox, bu da səhvdir. 2 KB 2048 byte edir. 1024-ə vururam. Bizə deyir ki 15 byte 2048 byte-dan böyükdür. Yox, səhv fikirdir. Bura gəlsən 104 bit 10 byte 80 bit edir. 104 bit 80 bitdən böyükdürmü? Böyükdür. Bu da doğrudur. 2 dənəsi doğrudur. B variantı. Davam edək. Maqnit diskindən ilk dəfə EML-nin hansı nəslində istifadə edilib? Maqnit lenti 2-də idi, maqnit diski 3-də idi. Olacaq C variantı. Növbəti ABC kompüter daşına qədər yer tutur. 16-da dedik ki, hər simvol 4 bit yer tutur. Hər simvol 4 bit. Bizdə də 3 simvol olduğu üçün hərəsi 4 bitdən hesablasaq eləcək 12 bit. Yəni C variantı doğru cavabdır. Prosesorun takt izi nə ilə ölçülür? Megahertz, gigahertz kimi baytlarla ölçülər. Olacaq D variantı.
Fəhmlərin hansının əslində alqoritmik dillər istifadə olunur. Bu artıq ikinci nəsildir. Dedi ki, birinci ancaq hesablama tipi məsələlər idi. İkidə, yəni perfokart var idi bir də. İkidə alqoritmik dillər oldu, mətn tipli informasiya emal oldu və bu məsələlərdir. Baxaq 12-ci suala. Dördüncü nəsil, yəni hal-hazırda istifadə olunan kompüterlərlə bağlı fikirləri soruşur bizdən. Burada nədir? Dil iş etibarlı azdır, bu yalan söhbətdir. Yəni iş etibarlı yetəri qədər yaxşıdır. Yəni kompüteri yetəri qədər uzun müddət istifadə edə bilirik. Qabarət ölçüləri xeyli kiçikdir, bu doğrudur. Yəni kompüterlər smartfonlar səviyyəsinə qədər enə bilib. Böyük və çox böyük integral sxem texnologiyası doğrudur. Elektron lampa elementlərdə qurulan birinci nəsli, 4 yox. İşləmə sürəti kiçikdir, əslində işləmə sürəti böyükdür. Yəni saniyədə milyonlarla əməliyyat apara bilir. Bu kompüter xassolan göstəricilər oldu 2 ilə 3. Yəni hansı variant? B variantı. Nəsillər haqqında düşə bilər bu tip suallar, bəli. Mən slayd göndərmişdim qrupa. O slayda baxın, orada hamısı var. Növbəti nədir? Blok sxemdə təsir olmuş alqoritm neçə dəfə icra olunacaq? Bu bizim testdə də var idi, keçən vəq testdə. Yox, burada fərqli söhbət. Mən heç cavaba baxmadan yazmışam. Onda böyük ehtimal... Müəllim, necə orada Bəli, cavab müəllim. Cavab Y variantı olacaq 2 dəfə. Mən elə bildim oradakı sualda heç fikir verməmişəm. Görən kimi 1 yazmışam. Gəl baxaq. Bax, x8-dir, i1-dir. Heç suala baxmadan, yəni başa rəqəmə baxmadan yazdım ki, o suallar dəyişibmiş. x8, i1. Yazır x bərabər x üstəgəl i. Görürsün, bax, burada bir dəfə dövr icra olundu. X oldu 9. Gəlir mi? 9 ondan kiçik bərabərdirmi? Hə. Qayıtı gəldi yuxarı. 9-un üstə 1 gəldi 10. Düzdürmü? İkinci dövr icra olundu. 10 ondan kiçik bərabərdirmi? Hə. Bir də qayıtı gəldi yuxarı. 10 plus 1, 11. Gəldi 11 ondan kiçikdirmi? Yox, bitdi. Olacaq C variantı. Aydın oldu? Bir dəfə də izah edə bilərsiniz. Bax, burada nə baş verdi? X 8-dir, i də 1-dir. Yazdım x-ə 8, i-yə 1, düzdür? Bizdən misalın cavabını istəmir, dövrlərin sayını istəyir, neçə dəfə icra olunar. Və gəldim bura, bu dövr nədir? Bu son şərtli alqoritmdə, yəni bunlar arasında qalan hissə dövrü göstərir. Hər dəfədə bu dövrün şərtidir, bu da dövrün gövdəsidir. Gəlirəm bura, bu x 8-dir, i 1-dir. Gəldim, x bərabər x plus i. Bu elədimi 9? X 9 elədirsə, arada dövr bir dəfə getdi. İlər burada dəyişmir əslində. Gəldi, x ondan kiçik bərabərdirmi? Hə. Qayıtdı, gəldi bura təzədən. Və üstə 1 gəldi, üstə i gəldi daha doğrusu. Yəni, i də 1-dən üstə. Elədi 10. Bir də gəlirəm aşağı. 10 ondan kiçik bərabərdirmi? Yenə hə deyirəm. Yenə gəldi bura 10 plus 1, elədi 11. Gəldi bura 11 ondan kiçik bərabərdirmi? Yox. Bitdi, getdi. Amma 3 dəfə dövr icra olundu gördüyünüz kimi. Başa düşdünüz söhbət nədir? Əgər hər şey aydındırsa, keçək növbəti suala. 13-cü suala baxdı. Hə, bu qalıbdır, oradan heç fikir vermədim arada. Mikroprosesorun əsas xarakteristikası hansıdır? Əsas xarakteristika tak tezliyi olur, hansı gigahertzlərlə ölçür. Sonra bir demişdim, mərtəbəlik, dərəcəlik, registrın uzunluğu və bu. Və digər əməli yaddaşın tutumu mikroprosesora aid deyil, bu kompüterin xarakteristikası olar. Sistem şininin mərtəbəliyi, bu da elə bir xarakteristika yox idi ümumiyyətlə. Xarici qurğuların müraciət sürəti, bu da yoxdur. Yəni sürət xarakteristikası yaddaşda var idi, yadınızdadırsa. Baxaq 15-ci suala. Aşağıdakı alqoritmin yerinə yetirilməsindən sonra A dəyişəni hansı qiymət alar? Yazaq. A-ya 1 yazıram, B-yə 0 yazıram. Gəldi bura. B 2-yə bərabərdirmi? Yəni 0 2-yə bərabərdirmi? Yox. B-nin üstünə gəlirik 1. A-nı da vururuq 2-yə. Bir daha qayıtdı geri. B 2-yə bərabərdirmi? Dedik yox. B-nin üstünə 1 gəldi 2. A-nı da vurdu 2-yə 4. Bir daha qayıtdı yuxarı. B 2-yə bərabərdirmi? Hə. Hə, bununla da yekunlaşdı. Bizdən də A-nın qiymətini istəyir. Olacaq 4. D variantı. Dövrlər haqqında bir şey soruşmaq istəyirdim. Deməli, dövrün nəticəsi artıq şərti verib, misal, həyat çıxdıqda bu hər də dövrdən bir dövr oldu sayılır. Yox, artıq sayılmır. Çünki mən belə deyək də,
Belə deyim, 4 il ərzində mən tutaq ki, 1000 dəfə universitetə yeyib gəlirəm. 1000 dəfə getdim, gəldim, getdim, gəldim. Universiteti qutarandan sonra mən çıxıram, gedirəm özüm üçün hardasa işləməyə. Yəni universitetə nə dəxli var ki, mən 1000 dənə dövr gəlib getmişəm. Artıq oradan o tərəfə çıxdım, universitet aidiyyatı yoxdur. Sən. Buyurun. Müəllim 14-də cavab 3 niyə oldu? 14. Bəli, müəllim. Birincini niyə sayırıq ki? Birincinin dövr eləmir axı. Onsuz da şərti gəlirik. 2 dəfə dala qayıdırıq da. O geriyə qayıtmağı 2 dəfə saymışam. Mən 2 götürmüşəm. Bizi söhbət nədir? Son şərtli alqoritmdə, bu son şərtli alqoritmdir. Və məsəl üçün burada yadınızda testdə işləmişdik, bura 10 yazmışdıq. Lap 10 yazıram, 100 yazıram. Biraz da vəziyyət qərizləşdirək. X 100-lü i-də 1-dir. X bərabər x üstə gəlir 101 elədimi? 101 100-dən kiçikdir. Yox, bitdi. Görürsünüz, dövr bir dəfə icra olunur. Yadınızda slaytlar demişdik. Son şərtli alqoritmdə Ən azı bir dəfə olmalıdır. ən azı bir dəfə olmalıdır. Ön şərtli alqoritm desəz razıyam. Siz deyən kimi idi ki, gəldin sualı verdin, yox, qurtardı, getdi. Amma son şərtli, deyir, heç olmasa bir dəfə eləməlisən bunu. Çünki şərti görənə kimi bu artıq eləmiş olur. Bildiniz? Bəs ön şərti olanda onda 2 qəbul olunur burada. Belə olsa 0. Ha, 8 olsaydı Hı hı. 8-də 8 onu bir dənə dəyişmək lazımdır yerlərini. 8-də bir dəfə gələcək dövrə, 9-da bir dəfə gələcək, 10-da bir dəfə gələcək də. Çünki şərt əvvəldə də axı ondan kiçik bərabər. Ha, onda yenə 3 dənə olur zaten. Yəni 3 dənə, hə. Bildim. Bildiyi söhbət nədir? Son şərtli əvvəlcə gəlir eləyir nəsə, sonra soruşur ki, olar olmaz. Davam edir. Bilməm, aydın oldu söhbət, yoxsa biraz da açıqlama gətirək. Tamam, bax bir daha yazıram. Bir dənə diqqətlə baxın bura. Bu son şərtli alqoritmdir. Əvvəlcə əməliyyatlar eləyir, sonra gəlir, sualı verir. Düzdür? Son şərtli məntiq tərsinədir. Əvvəlcə eləyir, sonra soruşur. Və məsələ nədir? Hətta bununla bağlı bir maraqlı lətifə var. Bir gün deyir, dovşan qaça-qaça gedir ki, yəni qaça-qaça soruşur ki, nə olub, niyə qaçırsan? Deyir, kimin 3 dənə qulağı var, kəsirlər. Deyir, gör, səndə 2 dənə, sən niyə qaçırsan? Deyir, yox, əvvəlcə kəsirlər, sonra sayırlar. İndi bizdə də söhbət odur ki, son şərtli alqoritm məntiqi budur. Əvvəlcə yəni nəyisə eləyir, sonra gedir. Yoxlayır ki, görün bu düzdür, yoxsa səhvdir. Başa düşdünüz? Ön şərtli əvvəlcə yoxlayır, sonra eləyir. Son şərtli əvvəlcə eləyir, sonra yoxlayır. Burada baxın nədir məsələ. Bax, son şərtli alqoritm və bu hissədən başlayır. Yəni, ümumiyyətlə, dövr burada hərəkət eləyir. Gəldi bura, x 8-dir, i-də 1-dir. Yəni, mən bu bloka neçə dəfə toxunacamsa, mənim o qədər dövrüm olacaq. Bu gəldi bura. X bərabər x. Bundan sonra bura gəldi birbaşa. 8 plus 1 ədəd 9. Bir dəfə icra elədi bunu. Gəlir 9 ondan kiçik bərabərdirmi? Kiçik bərabərdir. Onda gəlir təzədən x-in üstə 1 gəlir yenə. 9 oldu. 9 ondan daha doğrusu burada 9 olmuşdu. Bir dənə qoy təzədən göstərim. Qarışdıracaqsınız böyük ehtimal. Ha belə. Birinci dəfə gəldi x bərabər x plus i. Bu oldu 9. Gözü bir dəfə icra elədi. 9 ondan kiçik bərabərdirmi? Hə. Geri qayıtdı, bura gəldi. Üstə 1 gəldi 10. Görürsünüz bir dəfə də icra eləmiş oldu. Gəlir 10 ondan kiçik bərabərdirmi? Hə. Bir də gəlir bura. 11, 10 üstə 1 11-dir. 11. Görürsünüz bir dəfə də icra elədi. 11 ondan kiçik bərabərdirmi? Yox. Bunu düşdü 7 aşağı. Yəni 3 dəfə bu bloku icra elədiyi üçün demək ki, dövrüm 3 olur. Bilməm, başa düşüldümü? Davam eləyək. Növbəti sualla. 15-ci sual. 15-ə baxdıqmı, baxmadıqmı? Baxdı son 5-ə. Baxdıq. 16 ilə davam eləyək onda. Bu dəfə deyir ki, alqoritmin yerinə yetirilməsi nəticəsində demək, y 25 qiymətlərim. Yerinə yetirilmə nəticə deyirsə, ən sonda oldu da bu. Yəni, mən nə edirəm? X plus y-i bərabər edirəm 25-ə. X plus y bərabər 25 yazıram. Bunu yazandan sonra bax, bu x-in qiyməti y plus 5-dir. Gətir bu x-in yerinə qoyuram həmin ifadəni. Yazıram y plus 5 plus y bərabərdir 25-ə. Bunu yazdıq.
Bunu yazandan sonra nə gördük? Burada nə alınır? 2y bərabərdir 20 eləyər də. 25 çıx 5. Y deyəcək 10. Bunu tapandan sonra gəlin birinciyə. 10 bərabərdir x çıx 5. X deyəcək 15. Aydındır 5 atarım bu tərəfə 15. Bu da A variantı verir bizə. Davam edin. Sual varsa deyə bilərsiniz. 17. Aşağıdakı blok sxemdə alqoritmin hansı növü təsvir olunur? Biz də baxırıq ki, əgər bu xətt olmasaydı, hansı ki bu geri qaytaran xətt var ya bunu, və bu xətt. Əgər bu xətti bizə verməsəydi və bunu verməsəydi, biz deyərdik ki, bu budaqlanmadır. Verməsəydi əgər və bu xətti. Amma verib də hal-hazırda. Hər əməliyyatdan sonra bu qayıdıb yuxarı gedir. Gördüyünüz kimi belə olur. Belə olanda artıq dövrdən söhbət gedir. Aydın bu təkrar-təkrar hər dəfə geri qaytaracaq onu. Geri qaytarma, təkrarlama varsa bu da olacaq dövr alqoritm D variantı. 15-i bir dəfə də göstərə bilərsiniz. 15 baxaq. A bərabərdir 1-dir, B bərabər 0-dır. A-ya yazıram 1, B yazıram 0. Gəldik bura. B 2-yə bərabərdirmi? 0 2-yə bərabərdirmi? Yox. B-nin üstə 1 gələrəm, eləyir 1. Anı da 2-yə vururam, elədi 2. Bir də qaydır əvvələ gəl. B 2-yə bərabərdirmi? Yox. B-nin üstə 1 gəlirik, 2. Anı da 2-yə vururam, 4. Bir daha gəldi əvvələ. B 2-yə bərabərdirmi? Bərabərdir. Keçdi hər tərəfindən yekunlaşdı. A dəyişənin hansı qiymət aldı? 4 qiymətini. Aydındır? Hə, çox sağ olun. Buyurun. Gəldik 18-ci suala. Bu da əslində rahat suallardan biri idi. S 8-dir. H bərabərdir S bölü 4. Yəni 2 eləyəcək. H da bərabərdir H-ın kvadratı. Yəni 2 vur 2 4. Və bizdən sonra H-ın köhnə qiyməti getdi də artıq. Bizdən sonra istəyir ki, hər ikisinin qiymətindir. S olacaq 8, H olacaq 4, B variantı. Davam edək. Burada nə yazır? Mənfi 2, 2 parçasında %1 addımla bu funksiyanın hesablanması. Yəni biz eyni bir şeyi mənfi 2-dən 2-yə kimi %1 addımla təkrar-təkrar icra edirik. Bu da dövr alqoritmi orada. Eyni şeyi yüzlərlə dəfə biz icra etsək artıq dövrə keçmiş oluruq. Buyurun, sual varsa deyin. Mənim hansısa parça verilən suallarda həmişə dövrü olur. Hə, parçadır, addımdır. Bu tip sualsa dövrü götürürük. Müəllim, biz dərsdə demişdik ki, mənfi 2 vur 2 böl 0,1 üstə gəl 1 nəsə belə bir şey danışmışdıq. Əgər desək ki, dövr neçə dəfə icra olunacaq, onda hə. Deyərik ki, 2 çıx mənfi 2. Yəni, sonrakının əvvəlkini çıxırıq. 2 çıx mənfi 2. Bölünsün %1. Üstə gəl 1. Belə bir şey eləyərdik. Bu da 401 dəfə dövr icra olunacaq deməkdir. Biri ikincidən birincini çıxarıq. Addıma bölərik, üstə 1 gələr. Neçə dəfə dövr icra olunur? Budur. Aydındır? Bəli, mən bildim. Çox sağ olun. Buyurun. 20-ci sual. Kilobaytın 4də 1 hissəsinə bölünməkdə neçə bit var? Yəni, yaddaş baytların sırasını yadımıza salaq. Gördüyünüz kimi bit, bayt, kilobayt kimi baytlar var. Kilobaytdan bitə gəlsəm, gördüyünüz kimi 10, bu da 3. Necə 213. 4də 1 də deyəndə, yəni 4 desə 4-ə vurardım. Amma 4də 1 deyəndə 2 üstü mənfi 2 yazmalıyam. Yəni, məxrəcdə olanda artıq mənfi nə yazılır? Bu necə 211. Ədəd kimdə yazsaq 2048 verir. Belə bir cavab alınır. Sual varsa buyura bilərsiniz. Keçək növbət suala. Burada bizə nə deyir? Müəssisənin işçiləri haqqında ümumi məlumat 16 megabayt yaddaş əhatə edir. Sonra deyir ki, hər bir işçi haqqında 8 səhifə məlumat var. 32 sətirdə 64 simvoldur. Bunları yazdıq. Bir işçi haqqında bu qədərdir məlumat. Neçə işçi var bilmirəm. Yəni, bu tərəf baytla oldu. Amma bu tərəf megabaytla verib. Ki, bu megabaytda bayta çevirək. Yazıram 2 üstü 4 megabayt. Bunu da bayta çevirəndə vuracam 2 üstü 20-yə. Bunun elindən alınır. 214 buradadır. X-a vurmuşam 224 alınıb. Aydın oldu 214. Bu da 224. X deyəcək 210 və yaxud da 1024 sayda işçi. Sual varmı?
Hamı başa düşüb, super. Alqoritmin bir sual daha. Demişdik bu tipli suallar İzah verir. edə bilərsiniz zəhmət olmasa. Hansı sualı? 22-ni. 22-21. Hə, üzr istəyirəm, qarışdırdım. 21-i? Bəli. Ha, 21. Demək, nədir söhbət burada? Dedik ki, bax, 8 səhifə var, 32 sətr var, 64 simvol var, düzdür? Yazım 8, 32 və 64. Bu üçün vurdum bir-birinə. Bu baytlandı. Yəni, bir iştirak məlumat bu qədər bayt yer tutur. Yəni, 214 bayt yer tutur. Neçə işçi var bilmirəm. Bu da bərabərdir 16 megabayta. Yəni, 16 nədir? 2 üstü 4. Megabaytdan da bayta gələndə görürsünüz, arada kilobayt var, bayt var. Vururam 220-yə. Nə gördük burada? 214'ü x'e vurmuşam. 224 alınıb. 214'ü x'e vuranda 224 aldı. X TC 210 və hətta 1024 nəfər işçi. Hə, çox sağ olun, aydındır. Buyurun. Gəldik bu suala. Demişdik, alqoritmdə bu tipli suallar olanda bu mürəkkəb dövrləri göstərir. Təkrarlanmaların sayını istəyir. Biz nəyə dövrlərin sayını deyə bilər. Hər dəfə sadəcə sizin edəcəyiniz budur ki, üstdəki həddən altdakını çıxırsınız. Üstə gələrsiniz 1. Bunun üçün də eyni söhbətdir. 5 çıx 3 üstə gəl 1. Burada da eyni söhbətdir. 2 çıx 1 üstə gəl 1. Bu mənə nə verdi? 3-dən 1 çıxanda 2 üstə gəl 1 3 verdi. Bu da 3 verdi. Bu da 2 verdi. Hamısını bir-birinə vurmaqla ümumi dövrlərin sayını tapmaq olar. Toplam ümumiyyətcə 18 dənə dövr. Qaranlıq qalanasa varsa deyə bilərsiniz. Davam edək. Burada nədir? Printerlərə aid hansı ifadələr yanlışdır? Birinci ki, lazer printerlər lentdən istifadə edir. Belə bir qayda yox idi. Yəni, elektrografik prinsip deyə bilər, tonerdən istifadə yaza bilər, ən sürətli, ən etibarlı yaza bilər. Amma lentdən istifadə edir deyə bir anlayış orada yox idi. Şırnaqlı printerin mürəkkəbdən istifadə edir. Orada yazır ki, mürəkkəbi kağız üzərinə püskürtməklə işləyir. Bu doğrudur. Lazer printeri tonerdən istifadə edir. Doğrudur, indi də demişdik. Printerdən qoşulması üçün driver lazım deyil. Bunu yəni səhv kimi qəbul edirik. Çünki printer özü əmələ başda ağır bir quruldur. Driversiz işləməz. O mütləq tanıdılmalıdır kompüterə. Matris printer, lazer printerin sürətli, bu da yalandır. Dərslərdə göstərmişdim hamınıza. Matris printer nöqtələr gedir, gəlir, gedir, gəlir. Yəni bir dənə söz çap etmək üçün nə qədər irəli geri nöqtələri qoya-qoya gedir. Lazer printerdə isə tozu püskürdür, yəni anında çap edə bilir. Ona görə sürətli ola bilməz. Doğru cavab 2-3'dür. 24-cü sual 32 simvol əlifba 2 üstü 5 deməkdir. Yəni hər simvol 5 bit yer tutur. Hər simvol 5 bit yer tutur. İnformatika sözünün 11 simvol var. 11 simvolun hərəsi 5 bitdən, böyləcə 55 bit. Müəllim, bir dənə bu sualla bağlı bir şey soruşum. Orada hər hansı bir sualda deyə səhv etmirəmsə var idi ki, A-dan 2 dənə deyənə 1 götürürdük. A-nı bir dənə qəbul edirdik. O nə tip bir sual idi? Orada desək, məsələn, desək ki, tələbə sözünün kodlaşdırılması üçün minimal simvol əlifba hansıdır? Biz deyərik ki, əlifba düzəltmək üçün bizə nə lazımdır? T, Ə, L və B hərfləri, düzdür? Yəni 4 simvollu əlifbada yazıla bilir bu. Desək ki, tələbə sözünün yazıla biləcəyi minimal simvol əlifba hansıdır? Onda bir dənə götürək. Çünki biz əlifbanı düzəldirik. Onda informatikada da elə A-nın birini götürüb işləyəcəyik. Başa düşdüm. A-nın birini, i-nin birini götürərdi, əgər o sualı versəydi. Amma burada əlifbanı soruşmur, məndən sözün yaddaş həcmini soruşur. Aydın Çox sağ ol. Buyurun. Mən onda bu dırnağı nəzərə almadınız elə. Nəyin? Dırnaq işarəsi buna. Yox, dırnağı əslində sualda yazmayıb, normalda saymalıyıq onu. Amma sualların çoxunda heç onu nəzərə almır. Yəni yazılmasa belə saymırlar. Amma Oldu siz mən. yenə də imtahana gedəndə onu nəzərə alın. Əgər görsəz ki, variantda 13 bayt cavabı var, 13 baytı götürməlisiniz. Götürün, sonra səhv falan tutsa apellyasiya verə bilərsiniz. Yəni əgər variantda 13 yox, yalnız 11 isə demək ki, saymamaq söhbətini fikirləşiblər də özləri də. Bu biraz yəni hələ tam qərar verməyiblər bu sual haqqında. Bir konkret bir qayda, qanun, standart olsa onunla getmək olar. Yəni elə Məsələn, asıl onda asıl olsaydı 65 yazardı da bura ilə. açıq olsa 13 bayt yazardıq. Açıq olsaydı nə? 13 dənə, 13 vur 5, 65, bəli, bəli. Oldu mən.
Buyurun. Müəllim, bir də 20-ci sualda 2-nin qüvvəti şəklində qoysaq düz götürüləcəkdi cavab. 2'nin qüvvət şəklini zaten yaza bilmişsiniz axı. Orada kitabçada sizə kodlaşdırmaq üçün yer verir də, burada qüvvət kimi yazmaq yeri yoxdur. Adət kimi yaza bilirsiniz. Bildim. Çox sağ olun. Yadına düşdü. Buyurun. Demək, nədir burada məsələ? 25-ci sual. Aşağıdakı alqoritm fraqmentində bax A1-dir, B-də 1-dir. A1, B-də 1. Gəldik baxdıq. B 4-dən böyükdür. 1 4-dən böyükdürmü? Yox. Onda B-nin üstə 1 gəlir, M 2. Bax, yeni qiymət alınca köhnə qiyməti unudun getsin. A bərabərdir A vur B. Bu elədir 2. Təzədən gəlir qayıdır əvvələ. 2 4-dən böyükdürmü? Yox. B-nin üstünə 1 gəldi 3. A-nı da B-yə vurdum 6. Bir də gedir əvvəl. 3 4-dən böyükdürmü? Yox. B-nin üstünə 1 gəldik 4. A-nı da B-yə vuranda eləcə 24. Bir də gedir əvvəl. 4 4-dən böyükdürmü? Yəni yox cavabını alırıq. Düşür aşağı. Bu elədir 5. Və bu tərəfə gələndə A vur B deyəndə 24 vur 5 120. Bir daha gedir əvvələ. 5 4-dən böyükdürmü? Böyükdür. Artıq hər tərəfinə getdi, dövr qurtardı. Ümumi cavab neçədir? 120. O 24-cü sualdakı informatika sözündə dırnaqları saymırdıq da. Yox, burada nəzərə almadıq. Aydın çox vaxt testləri yazanda onu nəzərə almırlar, amma yəni də test 2 başlıdır. Yəni desə daha yaxşı olardı ki, saymayın. Müəllim, o tələbə yazdınız ya ki, 4 dənə hərflə əlifba düzəltmək olar. Bəli, bəli. Onu elə 4 kimi götürürük cavab onda, məşələ sual düşsə. Yox, soruşsaydı ki, tələbə sözü yaddaşda nə qədər deyir? Deyir 6 bay. Amma deyəndə ki, tələbə sözünün kodlaşdırıla biləcəyi minimal simvol əlifba hansıdır? Biz onu 4 simvol əlifba götürürük. Tələbə sözünü yazmaq üçün mənə lazım T, Ə, L və B hərfləri. 4 simvol əlifba ilə yaza bilirsiniz. Hə, anladım. Çox sağ olun. Sual varmı buradakı 25 sualdan hansındansa? Xeyr. Heç kimin sualı yoxdur. O zaman belə bir şey eləyərik. Gələn bazar üçündə yenə sizə 2 dənə sınaq göndərəcəm. Baxarıq, bəlkə birini çox çətin suallardan ibarət eləyərik, ya da ki, orta suallar olsun. Əgər çox ağır çaşdırıcı suallar görmək istəyirsinizsə, yəni yazın görək, nə deyirsiniz? Çətin suallar olsun, yoxsa sırf imtahan modeli olsun. Müəllim, çətin suallar olmasın. Olmasın. Yox. O İmtahan çətinlər modeli düşür olsun da. imtahana. Bizi çətin sualları nəyə görə deyirəm? Yəni, biz o çətin sualları işləyəndən sonra artıq göz yumulu işləyəcəyik o bir sənə hamısını. Ona görə deyirəm ki, mümkün olmadan çaşdırıcı və s. hamısını. Çətin sual müəllim. Eləyərik, yəni bir orta, harca bir 7-8 sual arasını çətin eləyərəm. Yerdə qalan suallar. Bu sınaqlar məsəl üçün elə də qəliz bir sual yox idi burada. Bir dənə o bayaqki dövr söhbəti var, 3 dəfə olan. O çaşdıra bilərdi. Yerdə qalan elə bir qorxulu sual yox idi. Bir də ki, bir-iki dərsdə keçək, ondan sonra artıq mövzu sınaqlar var çoxlu. Onlardan hər dəfə göndərirəm, işləyərik, onlara baxarıq. Heç bir şey, uğurlar o zaman. Çox sağ olun müəllim, minnətdarıq. Çox sağ olun. Çox sağ olun müəllim. Sağ olun müəllim. Çox sağ olun, təşəkkür Sağ edirəm. olun, Biz müəllim. həftə içi quizdə də işləyəcəyik dərs vaxtda. Görüşərik. Oldu müəllim. Çox sağ olun. Oldu, müəllim, sağ olun. Sağ olun.